Salamlar, vaxtınız xeyir olsun. Yatmısınız yoxsa ayaqsınız? İndi hər an bir başı qaşıb telefona, eyni ev, yad insanlar. Nəysə. Bu deyirlər gizli depressiya deyilən bir şey var. Bu nədir? Gizli depressiya yalandan gülən insanlardır. Susur sakitcə dayanır hamının yanında, dolmaz, danışmaz, heç nədən şikayət eləməz. Robot. Gecələr amma gəlir tək olur, amma ictimaiyyət içərisində hər kəsi güldürər. Və sonradan da belə bir düşüncə tərzi yaranır. Bu insan dərdini demirsə və kimdən danışır? Heç kimdən. Depressiya həmin insanı günbəgün yeyir və bir də ayılırsan ki, qopa köçüb, yurdu qalıb. Beyin yox, düşüncə sıfır. Quru-quru getmir. Və düşüncə tərzi zamanla bilsiz nəyə çevrilir? Belə deyim sizə, düşmən tərzində olan özünə. Artıq özünü düşünməyən insan, xüsusən bu evli qadınlarda olur əksəriyyətində, ancaq övladına, çünki getdiyi adamdan yarımıyım. Yaxud evlənən də kişi də aldığı qadından yarımıyım. Adətən evlilərdə, subaylarda çox nadir hallarda olur. Və depressiyanın da heç zaman qaynağı həmin adamdan yox, onun ailəsindən uşaq vaxtı ona yaratdıqlarına gəlir. Çünki ona uşaq